Salam dostlar, bugün sizə TikTok takipçi hiləsi necə edilir, yəni TikTokda öz takipçi sayınızı necə artıra bilərsiniz, o haqda danışacağam. Mən sizə takipçilərimi göstərirəm və gördüyünüz kimi hamısı gerçək takipçilərdir, heç biri bot deyil. Siz də bu usuldan istifadə edərək asanlıqla TikTokda takipçi sayınızı artıra bilərsiniz. Amma bir ayar var ki, onu etməlisiniz ki, siz də bu hilədən istifadə edə biləsiniz. Və yeni gələn takipçiləri göstərirəm. Gördüyünüz kimi hamısı gerçək takipçilərdir. Biz ilk öncə ayarlar bölməsinə gəlirik. Burada görürsünüz 3 xətt var, ora daxil oluruq. Buradan ayarlar və gizliyə gəlirik və ən aşağı gəlirik. Burada özəl hesab yazılan yer var. Yəni hesabımızı gizlidən çıxardırıq. Hər kəsə açıq edirik ki, biz də takipçi göndərə bilək öz hesabımıza. Və sonra biz öz hesabımıza gəlirik. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində düzgün şəkildə yazan hər kəsə 100 TikTok takipçisi hədiyyə edəcəm. Buradan istifadəçi adımızı kopyalayırıq. Kopyaladıktan sonra biz Google-a daxil oluruq və axtarma yerinə bu saytı yazırıq. Takipçi.com düzgün şəkildə yazın, səhv yerə yönlənməyin yəni siz. Aşağı gəlirik və burada bütün hilələr var. Bunlar pulsuz xidmətlərdir, amma limitlidir. Günlük 1000 ədəd göndərə bilirsiniz. TikTok takipçi hiləsini seçirsiniz və bura istifadəçi adı və ya hesabınızın linkini qeyd edirsiniz. Buradan miqdarı seçirsiniz. 1000-dən yuxarı seçməyin ki, göndərə biləsiniz. Azərbaycanlı takipçi istəyirsiniz Azərbaycan, xarici istəyirsə xaricini seçib göndər düyməsinə basdıqdan sonra 20 dəqiqə ərzində takipçilər sizin hesabınıza yüklənir.